Diqqət! 28 avtobus marşrutunun istiqaməti dəyişdi. 4-ünün fəaliyyəti isə müvəqqəti dayandırıldı. Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası ilə əlaqədar yollarda tənzimləmənin aparılması və tətbiq ediləcək məhdudiyyətlər səbəbindən mayın 16-sından 28 sayda avtobus marşrutunun hərəkət sxemi dəyişdirilir, 4 sayda ekspres marşrutunun fəaliyyəti isə müvəqqəti dayandırılır. Bu barədə report Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə istinadən xəbər verir. Hərəkət sxemi dəyişdirilən avtobuslar 148, 162, 197, 198, 166, 173A, 173B, 107, 107A, 131, 168, 169, 118A, 118B, 204, 15, 214, 214A, 70, 71, 32, 125, 60, 18, 31, 199, M8 və 133-dür. 120Y, 121Y, 140Y və Y1 nömrəli ekspres marşrutların fəaliyyəti isə müvəqqəti dayandırılacaq.